Deməli, modullu bərabərsizliklər dəyişənin modul işarəsi daxilində olan bərabərsizliklərə modullu bərabərsizliklər deyirik. Burada diqqət etməli olduğunuz məqam var. Deməli, ümumiyyətlə, modulun içində, indi mən də yazıldığı kimi yazıram, modulda fx kiçikdir a və yaxud modulda fx nə deməkdir? X-dən asılı olan bir ifadə. İndi məsələn, ədədlərlə göstərəcəm. Deməli, bu bərabərsizliyi həll eləmək üçün, yəni bu bərabərsizliyi həll eləmək üçün biz bir dəfə fx kiçikdir a, bir dəfə də fx böyükdür mənfi a yazırıq. Bu niyə böyükdür oldu? Çünki biz normalda modulu açanda mənfi fx kiçikdir a yazmalıyıq və hər tərəf mənfiyə vuranda işarə dəyişir. Deməli, diqqət edəcək məqam nədir? Kiçikdir olanda sistem eləyirsiniz. Yəni, həllərin kəsişməsini götürəcəksiniz. Nümunə göstərəcəm. Amma fx böyükdür a bərabərsizliyini həll edəndə bir dəfə fx böyükdür a yazırsınız. Bir dəfə də fx kiçikdir mənfi a. Bu dəfə bərabərsizliklər heyəti, yəni həllərin birləşməsi olur. Baxın, indi ikisini də yanaşı yazıb həll edəcəm ki, nə gördüyünüzü anlayasınız. Məsələn, 2x minus 1 kiçikdir 5 və 2x minus 1 böyükdür 5 bərabərsizliklərdən danışıram. Yazırıq 2x minus 1 kiçikdir 5 və yazırıq 2x minus 1 böyükdür mənfi 5. Baxın, həm işarəni dəyişdim, həm də bu ədədin qabağına mənfi yazdım. Və burada gördüyünüz kiçikdir işarəsidirsə sistem yazarsınız. Amma bunda nə olur? 2x minus 1 böyükdür 5, 2x minus 1 kiçikdir, yəni işarəni dəyişdim, mənfi yazdım. Bu işarə böyük olanda heyət. Bunları da həll eləməyi ən birinci dərsdən bəri öyrənmişik. Hərəsini ayrı-ayrı həll eləyib, sistemdə kəsişməni, heyətdə birləşməni götürürük. Yazıram aşağıdan. 2x minus 1 kiçikdir 5, 2x kiçikdir 6, x də kiçikdir 3. O birisi tayını həll edirəm. 2x minus 1 böyükdür mənfi 5, 2x böyükdür mənfi 4, x də böyükdür mənfi 2. İndi bunların həllini kəsişdirməliyəm. Yəni bunların həlli dediyim də nədir? Mənfi sonsuzluq 3 aralığı ilə mənfi 2 müsbət sonsuzluq aralığını kəsişdirməliyəm. Əgər şifahi tapa bilmirsinizsə, ədəd oxu çəkib baxaq. Deməli, birinci deyir ki, x 3-dən kiçikdir. İkinciyə görə isə x mənfi 2-dən böyükdür. Kəsişmə nə olacaq? Bəli, mənfi 2, 3 arası olacaq. İndi bu bir tayına baxaq. Yenə məqsəd eynidir. Hər birini ayrı-ayrı həll eləyirəm. Bu birisini də həll eləyəcəm. 2x minus 1 kiçikdir mənfi 5, 2x kiçikdir mənfi 4, x kiçikdir mənfi 2. Burada nə etməliyəm? Bunların həllərini birləşdirməliyəm. Birindən almışam 3-dən müsbət sonsuzluğa, o birisindən də mənfi sonsuzluqdan mənfi 2-yə. Bunların birləşməsi nə olur? Elə mənfi sonsuzluq mənfi 2 birləşir 3 müsbət sonsuzluq. Belə də qalır. Yəni, heyətdə birləşdiririk, sistemdə kəsişdiririk. Və modul kiçikdir olduqda sistem, modul böyükdür olduqda isə heyət edirik. Aydın olur, yoxsa yox? Bunlarda yenə 9-da keçərsiniz. Hələ bərabərsizlər bölməsi irəlidədir. Kvadrat bərabərsizlər, modullu bərabərsizlər. Bunlar hələ irəli mövzulardır. Yəni, mahiyyət bundan ibarətdir. İndi belə bir misal. 2x minus 1 böyükdür mənfi 7. Olmaz. Moduldan çıxan ədədlər necə ədədlərdir? 0 və müsbət ədədlər. 0 və müsbət ədədlərin hamısı mənfi 7-dən böyükdür də. Deməli, x-in bütün qiymətlərində bu doğrudur. X-in yerinə nə qoyursa qoyun, bu tərəfin cavabı ya müsbət ədəddir, ya 0-dır. Bəli, indi onu göstərəcəkdim. Məsələn, 2x minus 3 kiçikdir mənfi 7 olsaydı, bu boş son olacaq. Çünki x-in heç bir qiymətində bu ödənə bilməz. Yəni,
Mənfidir görəndə bu yuxarıdakı kimi həll eləməyə çalışmayın. Bu həllər müsbət ədədlər olduqda edilir. Mənfi olanda onsuz da açıq aydın görünür ki, modul mənfi ədəddən kiçik ola bilməz deyə boş çoxluqdur. Mənfi ədəddən həmişə böyük olduğu üçün də mənfi sonsuzluq müsbət sonsuzluqdur. Bəs yaxşı. Modulda 2x minus 4 böyükdür 0-dan olar. 2'den başka bütün ədədlər. Niye 2'den başka? Çünkü bunu sıfıra çeviren ədəd 2'dir. X'in yerine 2'den başka ne koysaz doğrudur. Bir tane 2'ni koyanda bu sıfır eləyəcək. O da burada bərabərlik sıfır yoktur. Ama mesela belə yazılsaydı onda ne olacaqdı? Bütün ədədlər olacaqdı. Bəli. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi hər şey ödəyəcəkdir. Bəs yaxşı. Modulda 3x minus 12 kiçikdir sıfırın həlli yoxdur. Kiçik bərabər 0 4'ten başka hiçbiri. Yani yalnız 4. Bir tane 4'ü qoyanda doğru olar. Çünki 4'ü qoyanda o sıfıra çevriləcək. Qalan həmişə müsbət olmalı deyərək ödəməyəcək. Yəni bunları artıq yuxarıdakı kimi həll elə bilik. Yəni biz o müsbət olanda rahatlıqla həll edirik. Bunların hamısını baxaraq müəyyən edə bilərik. İrrasional bərabərsliklər. İrrasional bərabərsliklər də burada sadə irrasional bərabərsliklərdən söhbət gedəcək. Əsasən kvadrat kök olan bərabərsliklərdən. Deməli 2x minus 1 tutaq ki kiçikdir 5. Bu bərabərsliyi həll eləmək üçün tənlikdən də bildiyimiz kimi hər tərəfi kvadrata yüksəltdik, kökdən azad olsun deyə. Bir də axı kvadrat kökün altı mənfi ola bilməz. Bir də kökün altını böyük bərabər 0 yazıb bu sistemi həll eləməliyik. Bir dəfə kökdən azad eləmək üçün kvadrata yüksəltdik. Bir dəfə də kökün mənası olsun deyə kökün altını böyük bərabər 0 yazdıq. Yenə hərəsini ayrı-ayrı həll edirəm. Birinciden alıram ki x 23'den kiçikdir. X ikinciden de alıram ki x 2'də 1'dən böyük bərabərdir. Ərəd oxu çəkirəm. 23'den kiçik olmalıdır. 13 bəli. 13'den kiçik olmalıdır. 2'də 1'dən böyük veya bərabər olmalıdır. Kəsişməsi nə olacaq? Bəli. Deməli bu bərabərsizliyin həlli 2'də 1'dən 13'ə qədər istənilən ədəd ola bilər. Aydın oldu ne elədiyimiz? Yox. Gəlirəm. Olsaydı yox. Olacaq təbii ki. Qoyanadan nümunə göstərək. Böyükdür yazılıbdır. 2x minus 3 yenə kvadrata yüksəltdik. Böyükdür 49 və 2x minus 3 böyük bərabərdir 0. Yenə sistem olacaq. O bərabərsizlik heyət olması modula aiddir. Bunlara aid deyil. Deməli, birinciden alıram 2x böyükdür 52. Buradan aldım 2x böyük bərabərdir 3. Birinciden alıram x 26'dan böyüdür. İkinciden de 1.5'ten böyük bərabərdir. Yenə mən bunları kəsişdirməliyəm. 26'dan böyük. 1.5'ten de böyük bərabər. Kəsişmə nə olacaq? Bəli, 26'dan müsbət sonsuzluğa. Niyə qaldıram 1-2? Buyur. Hansında dəyişib ki? Üçüncüdə. Burada mı? Bu tərəf ki üçüncü. Bu tərəf 3 olmuyor, bu tərəf birinci olur. Hə, sən tərəfdən sayırsan. Burada işarə dəyişmədi, bəyəfəndi. Burada işarə var ki, dəyişsin. Biz bilirik ki, kvadrat kökün mənası olması üçün kökün altı böyük bərabər 0 olmalıdır, yazdıq. Birinci kvadrata yüksəltdim. Bax, bunu kvadrata yüksəltdim ki, kökdən azad edeyim. Bu öz yerində. İkincisi isə bilirik ki, kvadrat kökün mənası olması üçün kökün altı böyükdür, bərabərdir 0 olmalıdır. Burada sadəcə işarə böyükdür deyə bu eyni cür qaldı. Amma bu yenə kökün altı müsbət olmalıdır deyə yazıldı. Başa düşdüm. Sən elə başa düşmüsən ki, burada işarəni dəyişmişik. Dəyişməmişik. Hər ikisində biri kökün mənası olsun deyə kökün altı böyük bərabər 0 yazılıbdır. Digəri isə verilən ifadə kvadrata yüksəldilərək yazılıbdır. Aydın oldu. Yəni, işarə dəyişmək məsələsi yoxdur.
Bəli, həmişə kökün altı kvadrat kökdən söhbət gedirsə, böyük bərabər 0 olmalıdır. Aydın oldu? Bax, modulda x kiçikdir a bərabərsizliyi ilə bu bərabərsizlik eyni güclüdür. Niyə? Çünki bunu bayaqlar mən həllini necə göstərdim? Yazdım x kiçikdir a və x böyüdür mənfi a bərabərsizliklər sistemi. Düzdür? Onda bu da nə deməkdir? X a-dan kiçikdir, mənfi a-dan da böyükdür. Bunların kəsişməsi hansı aralıqdır? Yəni elə bu iki qat bərabərsizlik verir də bizə. Mənfi a aralığı. Yəni x-in mənfi a ilə a-nın arasında olduğunu göstərir. Yəni bu deməkdir ki, bu modullu bərabərsizlik ilə bu bərabərsizlik eyni güclüdür. Yəni məsələn, sizə testdə deyəndə ki, modulda x kiçikdir 3 bərabərsizliyi aşağıdakı variantlar verildir. Hansı ilə eyni güclüdür? Siz başa düşməlisiniz ki, o bununla eyni güclüdür. Aydınmı? Və yaxud testdə sizə verəndə ki, mənfi 2 kiçik bərabər b kiçikdir bu. Bunu modullu bərabərsizlik şəklində göstərin. Deməli, siz başa düşərsiniz ki, bu modulda b kiçik bərabər 2 deməkdir. Yəni, bununla o eyni güclüdür. Aydınmı? Yəni, eyni güclü həllər çoxluğu eyni deməkdir. Çünki biz bu yuxarıdakı modulunu həll eləyəndə aldığımız aralıq ilə bu iki qat bərabərsizliyin həlli eyni yeri göstərir də bizə. Bu da mənfi a arası deməkdir, o da. Yəni, ona görə bu onunla eyni güclü olduğuna görə bunu onun kimi, onu da bunun kimi ifadə etmək mümkündür. Aydın oldu? Yəni, orada qalan hissələrimiz bunlar idi. Modullu bərabərsizliklər və s. İndi bir dənə modullu bərabərsizlik verib, siz həll edin. Görək ki, nə olur.